Mingəçevir Dövlət Universiteti, başda olmaqla eləcə də Azərbaycan Texniki Universiteti, həmçinin deməli Qazi Universiteti bir yerdə qlobal trendlərlə bağlı beynəlxalq konfrans edir və bildirmək istəyirəm ki, 19 fərqli ölkədən artıq 24 alim hal-hazırda Mingəçevirdədir. Müxtəlif istiqamətlərdə strategiyalar müzakirə olunur bu günləri. Həm deməli kiber təhlükəsizlik, süni intellekt, eləcə də Mingəçevirin bilirsiniz ki, turizm potensialı yüksəkdir. Turizm sahəsində xeyli problemlər, məsələlər ortaya qoymuşdur. Hesab edirəm ki, bu həm regionun, həm də Mingəçevir şəhərinin inkişafında mühüm töhfə verəcəkdir. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, bu beynəlxalq konfransa 549 elmi məqalə hal-hazırda daxil olmuşdur. Mingəçevir Dövlət Universitetinin və Azərbaycan Texniki Universitetinin alimlərinin birgə analizi nəticəsində sonda Scopus və digər beynəlxalq indekslənmiş 6 jurnalda bu məqalələr çap edilməsi nəzərdə tutulmuşdur və hal-hazırda 8 panel üzrə müzakirələr davam edir. Mən bir daha regionda yaşayan alimlərimizi 3 gün davam edəcək konfransa dəvət edirəm və konfransın işinə uğurlar arzu edirəm.